Salam dostlar. Salam. Çox. Nə oldu? Sağ olun. Sağ olun. Hə? Gəlmişik Patamdardda yerləşən Olive Garden adlı bir restorana. Zeytun bağı. Niyə görə Olive Garden? Çünki zeytun burada boldur. Həm ağaclarda, həm də ki balonlarda, həm də ki stollarda görəcəksiniz. Çox qəşəng uyutlu yerdir. Həqiqətən də mən gəldim, ətraf turlandım. Yetərincə güllər, çiçəklər, yolun qırağında olmasına baxmayaraq əslində çox yaxşıdır. Burada yəni ki görə bilərsiniz qazan yeməkləri, hamısı hazırdır. Burada təqdim edirlər. Bundan savayı orada yorulmayasınız. Kabinetlər var, ayrı-ayrı kabinetlər var. Belə sahədə də otura bilərsiniz, açıq havada, yay gəlir, aktual bir şey olacaq və bu böyük binada VIP kabinetlər var. Biz əlbəttə ki orada oturacağıq və əsas tema odur ki, biz bu ənənəni davam edirik və hər bir çəkilişdə dost, qonaq, yeni adam gətiririk. Bugünkü qonağımız isə daim izləyicimiz, ən çox söyüş yazan. Çağırmarsınız seriyasından olan, heç vaxt çağırmırsınız, kommentlərini zarafat edirəm. Uzun sözün qısası, gedək. Salam əleykum, salam əleykum. Absarda gətirmişəm. Havalar yavaş-yavaş istiləşir. Məncə bu video çıxanda artıq isti olacaq havalar bura. Yəni belə yerdir ki, əsl, yəni yay vaxtının yeri və yaxud belə də maksimum lök bir dənə kurtka. Nəyə görə? Çöldə yaman çox yer var və cəlbimizin nəşəkdir. Girişdə ocaq mətbəxini gördük. Yəni ocaq yeməklərin orada bişirirlər. Bura deməli hər tərəfli şüşədir. Burada kabab və təndir yeməkləri bişirirlər və deyilənə görə bir dənə də mətbəx içəridə də onu elə görməmişik. Xala orada qutaqda bişirir. Ay sağ ol. Dediyim kimi gələsən burada yayda oturasın, özdə zeytun ağaclarının hesabına burada qəşəng kölgəli yaranır. Məncə sərinin öz yerini tapacaq. Salam əleykum. Əziz həmvətəndaşlar. Həmvətəndaşlar. Həmvətənlilər. Həmvətəndaşlar ola bilər də. Həmvətən qardaşlar. Burada gördüyünüz şeylər, kolanı, nə bilim, pomidor, xiyarı çıxmaq şərti ilə hər şey burada düzəldilib. Hətta buranın öz çörəyi var. Çörək mükəmməl bir şey. Mükəmməl çörəkdə özümə xoşlayıram ki, restoran, yəni ki, alınma çörəyi olmasın, öz çörəkləri olsun, çörək yapılsın. Ki, çörək povrun bir əməlidir. Buranın kalbasasıdır, mən onun dadına baxmaq istəyirəm, ona görə mən onu götürürüm. İndi, budur, əslində belə qaynadılmış ətin rəngi, biraz göyərtilər görürəm. İyi ilə belə zavod kalbasa iyini vermir. Biraz acılığı var. Bunlar bu acılığı görəsən qəsdən edirlər, yoxsa... Bu acı. Deyirsən bu? Bu acı. Hiss olunur. Acı hiss olunur. Turşun sədə var bunun tərkibində. Böyük susmağındadır. Susmaqdan başqa da... Elə effekt verməməlidir. O acı yəni ki, istiot acılığı deyir, o tamdır. O Hind qozu var, ədviyə. Elə bir şeydir məsələn. Onu da əslində əlavə edirlər. Onu biraz məncə qızarsan, vəbsə ölüm olar. Bu isə alma turşusudur. Almadan başqa orada... Soğan, nanə və zoğal turşusu var. Almanı da götürüb çorkadan eləyirlər. Bu isə zilincli soğandır. Bir turşu kimidir. Arağın malı. Formada. Arağın malıdır. Şirinlikdə çox turşuluğu var. Marinaddır. Absolutun təzə parçasıdır. Çünki burada bu nəsə görsə burada yazılıb ki, nə Mustafa, nəsə belə bir şeydir. Təzə absolutdur, yaxşı da yaxşı gəlir. Nadir, yeri gəlmişkən Nadir həmişə kimi artı öz mərmilərini... Onu sən mənə öyrətmirsən. Mərmilər yerini tutub, biz də... Bu hamıyı nəzərdə tutursan. Yox, ki, bunun dabab işlisi var, paftoru var. Teyub, əzizim, çox sağ ol ki, gəldin, bizimlə bu günləri süfrəni bölüşdürürsən. Axırda soruşacağım səndən, həqiqətən sən gözlədiyin kimi hər şey keçdi yoxsa yox, onu saxlayaq axıra. Uzun ömür, can sağlığı, işlərində uğurlar, bütün arzularına çatasın. Təşəkkür edirəm, hamımıza nuş. Çox sağ ol.
Həmişə xeyir işlərdə beləsinə görüşmək istəyirəm. Hər ki biz yaxşısınız, daim izləyirik. Çox sağ ol. Çox gözəl. Çox sağ ol. Sizin dəstəyinizlə. Bəli. Sağ ol əzizim. Sinyoru da onunla. Əziz izləyicilər, biz Drinking Team kimi israfçılığın əleyhinəyik. Ona görə də bəlkə siz gördünüz burada 5 nəfər var kabinetdə. Amma ki 2 dənə şapalaq gəlib. Çünki biz ondan sonra gələnləri də fikirləşdik. Şotu fikirləşdik və çoxlu zakaz eləmədik. Amma oy. Baxın, başa düşdün nə oldu? Bax, buna bax. Vəsə. Bakıdan. Bu travmadır. Buranı akuratla amputasiya eləyirik. Nadir, bu sümük zəhmət olmasa Poliçüzes muzeyinə apar. Vəsə. Rəng tarqaç. Bu cürünə belə, yəni ki, siz gözlənilirdi. Bunun əzələləri, nə bilim, 64 il zalı görməyən bir adamın əzələlərindəndir. Yəni ki, çox tənbəl ofis işçisinin əzələləri. Əziz qonağımız Teyyub, mənə xoş olar sənə... Şərəfə özü layiq olsun. Buyur. Çox sağ olun. Bu qusok var ha, yadındadır mən onu kəsmişdim. Ekskluziv. Bu sənə qismət oldu. Əziz qonaq. Nə qusokdur ki o? Amma ki, o yaxşı piydir. Piyi verdi qonaq. Mən minanı zərərsizləşdirdim, yoxsa qalsın? Zərərləşdir. Zərərsizləşdirdim. Zərərləşdir. Teyyub anamanın işini burada görür, halal olsun sənə. Çox sağ ol. Sən də gəl. Gəl. Qəşəng burada quru yerlər var. Sən bunu elə təqdim elədin. Mən iştah məndə məsələn tutal 50% Səndə iştah impotensiyası idisə, indi sən Viagra effektini verdi sənə. Viagra effekti sözdür, Viagra qələt eləyir. Və artıq bu paketdə gəldi. Yenidən israfçılığa yox rubrikasına əməl etdikdə hərəsindən 2 porsiya sifariş verdik. Şirəli dana, nargo vurması və Ən maraqlısı. ikçalat və can ətinin qarışığı. Kötük qovurma. Kötük qovurma. Nə hiss ediyorsunuz əzizlər? Ciyər, ən əsas ciyər. Doğrudan. Ciyər, yəni yox, bu can əti orada olmalı. Şirinliyi hiss ediyorsunuz? Biraz var, yağı da çoxdur. Zirinci, yoxsa? Zirinci turşuluğu kifayət qədər yağı var. Amma cızbızdakı o kimi soğan çox deyil. Azdır. Yəni ki, nisbətən azdır. Bu can əti var. Yağlı olsa belə Dadı gəlmir. yemə özü kifayət qədər yüngüldür. Can ətinin dadı gəlmir. Dadı gəlmir. Deməli sən səhv yerdən götürmüsən. Sən səhv yerdən çəkmirsən yəqin. Ətlərini qabıyorum. Bir də gözlə. Maraqlı söhbətdir. Əvvəla hamıya təşəkkür bildirirəm ki, mənə dəvət elədiniz. Bildiyim qədər ən aktiv userlardan biriyəm səhifədə. Dostlara, bizi izləyənlərə bir məsləhətim var ki, səhifəni izləyin, abunə olun, hətta klik eləyin, yeni videolarında, yeni postlarında bildirişlərin ki, məlumatınız olsun, yeni gedirəsi yerlərə. Məsəl üçün, mən özümdən deyəcəm ki, biz öz dostumuzla, tanışlarımız, ətrafımızla həmişə Drinking Team-in getdiyi yerlərə baxırdıq, qiymət çıxarırdıq və gedirdik. İndiyə qədər getdiyimiz yerlərdən də narazı qaldığımız bir yer olmayıb. Yəni uşaqların sayəsində. Uşaqlar da ağızlarının adını çox gözəl bilirlər. Uzun ömür, can sağlığı, ən əsası 250 qram məhəbbət. Ha. Bəli. Can, deyilən sağlıq, çox sağ olun. Canışın. İzləyin, kommentar yazın, likelarınızdan əsirgəməyin, abunə olun və həyallar gerçəkləşsin. Yox. Yox, mən Həyalladır. Həyalladır, mükəmməl. Həyalladır. Yox, Ələkbərin sualına cavab verirəm ki, yox. Son nə idi? Deməli ki, Son nə idi? Uğraş bir xoşuma gəlmədi, deyirəm xoşuma gəlmədi. Yox, xoşuma gəldi. Deyirəm, əgər xoşuma gəlmirsə, yəni çəkinməyin deyin. Bu pisdirsə demək. Yox, mənə pis deyil, yaxşıdır. Zarafat edir. Pis deyil, yaxşıdır, yoxdur, əyalladır. Bu Qonağımız. əsas qonaqdır. Bəli, bəli. Əsas qonağımız deyil. Qəşəngdir, superdir, yağlığı da hiss olunur. Yəni məncə əsl bişmə formasında bişib. Onu deyə bilərəm. Dadı da ki, super.
Yəni ki, məncə çox Əti ye. Sən əgər əti yeyirsənsə və yumşaqlıqla hissələnsə bu ət yoxsa pomidor deyir ki, sən bunu deməsən sən öldürəcəksən. Deyəcəkdim ki, 3 dənə yemək yemişik, yumşaq sözünü istifadə eləmədik. Sən sırada yumşaqlıq. Yox, mən pomidor yumşaqlığından. Sağ olun, var olun. Ev nə işlə məşğulsan, nə edirsən? Emanatlı işləyirəm. Emanatlı Bəli, işləyirsən. ödəniş sistemlərində dəstək qrupu mütəxəssisiyəm. Yəni belə. Nədənən işləməyəndə sənin işləri olmasın. Bundan sonra Tanrı işini avan eləsin. Çox üzr istəyirəm, bir dənə söz demək istəyirəm ki də, öz rəhbərimizə də təşəkkür eləmək istəyirəm ki, 1 saat mən qaçıb gəlmişəm bura. Bu əsas söhbət. Mən nəzərdə saxlayıram. Sən yaxşı mənim yadıma saldın. Mən indi 1-2 dənə söhbətim var, indi təşəkkürnamələr gələcək. Yəni bunu içəri sonra danışarım. Maraqlı temalar var. Yeni rubrikamız təşəkkürnamələr. Yox deyənə. Sağ olun. Üçüncü yeməyə keçmədik. İndi bala hamımızın qabına biraz qoyacağam ondan. Zoğalda olan bişirilən danadır. Kifayət qədər yağlı yeməkdir. Can əti. Nəysə, indi Teyub söhbət açdı ki, bəs çox sağ olsun müdiriyyət ki, mənə biraz tez buraxıb, bəs savab bir şey gəlib. Keçən dəfə mən nəsə fikirləşirdim, məclisdə söhbət edirdim, deyirdim ki, bəs mən bu işlə, bu yeyib-içmələrlə, zada drinking teamlə mən fərəhlənmirəm, heç vaxt demirəm ki, məsələn, fanat sözünü xoşlamıram, kimsə desin ki, Səfa, biz baxırıq, biz fanatıq, yəni ki, özümü və bu işi görənlər Nadirdir, Ramindir, hamımızda, yəni ki, daxil bir sənətkar görmürəm. Amma ki, bala mən görürəm ki, millət içində tanınmağın şirin özəlliyi nədir də? Hərdən bir görsən, belə qeyri-adi yerlərdən təkər alırdı, mən gəldim təkər almağa. Böyük marketdə, sən demə, təkər satan qaqaşda, salam Səfa deyirəm, salam. O şey qardaş gəldi, canla, başla, başa saldı, yaxşı endirim elədi. Orada da təkər mağazasında ekran var da, televizorda hamı baxır. Birdən görürəm o belə edir. İndəsə mən təkər alıram, orada razvaz xarclenya zad eləyirəm. Görürəm ki, biz Cavidlə oturub orada pivnoda yemək. Görürsən Səfa, biz elə baxırıq. Yeri var. Ondan savayı Salam göndəririk həmin mağazaya. Top servis mağazasına. Kısaç mən də oradan təkrar almışam. Pulsuz reklam. Babəkdə. Qardaşın adı Orxandır. Kısaca o da mənim qonşumdur. Amma mən uşaqlıqda görüb, yəni Gizav üçün bir biraz da qalsan qohumsan. Amma məni tanımayıb, mən girdim aldım. Sən endirim eləmədin. Sən qadr arxasındasan. Mən dalmışdım, mədəvərə təkər idi qoşum. Mən deyim də Yoxca almışam. Və bu yerdə nəhayət ki, mən Azərbaycanda bunu tapdım. İlikdir. İliklər görsün. Sümü akuratlı. Linyayka ilə, xəttkeşlə. Yaxşı kafil ustasıdır qardaş. Həm də ki, burada leva qazanır, gəlir sümükləri kəsir. Görün nətər akuratlı kəsibsə, bu iliklər isti yemək yeyilməlidir mütləq. Qoyulur bu cürünə qaba. Bu istəyirəm. Bunu da bildirmək istəyirəm sizə. Özün götür. Özün özümə götür. Dad olaraq piy oxşuyur. Oxşuyur, bəli. Amma ki, piy kimi bərk deyil. Nə də ki, çox yağlı deyil. Belə deyək, hamığı deyil. Tövsiyə edirəm ki, sümüyün içindən bunu yığasınız və yeyəsiniz. Niyə görə? Çünki qaba qoyulanda sümük qapqaynar qalır. Amma ki, buradan yeyiləndə bura rahat batırıb yemək olur. Maraqlı bir şeydir. Özü belə əsl zakuska malıdır. O da pipidir, mən nəsə özü. Bundan savayla və buradan biraz qızarıb. Amma prosta aşağıdan Amma bu o deməkdir ki, bu manqalda edilib. Həmişə qonaqlar gəlsin, Nadir. Mütləq. Teyib kimi yaxşı olanlar gəlsin. Öncədən də biz yaxşı dostlarla tanış olduq və mən çox istəyirəm ki, biz bu adəti davam edək. Həmişə yaxşı qonaqlarımız olsun və bizə pərəstiş edən, bizə izləyən dostlarla tanış olaq. Sağ olun dostlar, var olun. Ümumiyyətlə şotu verə bilərsən, mən biraz şotdan da danışım. Cəmaata yəni ki, başa salın ki, yediklərimiz nədir və qiymətlər nə qədərdir? Şapalaq, 2 porsiya şapalaq gəldi, hər porsiya 15 manat, dəqiqlikdən isə 14 manat 99 qəpik. Endirim.
Dəstgah yeməkləri 5 pors gəldi. Həmin o 3 dənə qazanda 5 pors idi. Hansındasa 2 pors idi, hansındasa 1 pors. Hərəsi 9 manat idi. Porsun qiyməti 9 manat idi. O 45 manat elədi və illik 5 pors 25 manat elədi. Corab əti, corab qutabı 5 ədəd gəldi. Ələkbər birini ucu götürdü, ona görə kamerada 4-dür. Hərəsi 1 manat 50 qəpik. Hərəsi 1 manat 50 qəpik idi. Corab qutabı üçün Noplandan 50 qəpik biraz bahalı qiymətdir, amma Ələkbər deyir ki, çox unikal bir qutabdır, çox dadlıdır. Pendir 6 manat, soğan sirkədə, soğan nar şərab, zakuskalar. Ümumiyyətlə siz bu süfrədə gördükləriniz araq çıxmaq şərti ilə 194 manat 86 qəpik elədi. Biz 5 nəfər yemişdik, ortalıqdan götürsək 40 manatlıq adam başı. Rabitə bankın kartmana cashback kartı ilə ödəniş edəcək həmişə olduğu kimi 194 manatdır. Bundan biz 5% endirim qazanırıq, yəni cashback qazanırıq. O da təxminən bir 10 manata yaxın bir məbləğdir, yaxşıdır. Bundan başqa da dünyanın hər bir yerində biz hər hansı bir restoranda, məsələn uzaq Afrikada məsələn hansısa restoranda post terminalı ödəniş etdikdə oradan da biz cashback qazanırıq. Yararlanır, çox yaxşıdır. Nadir zəhmət döysə. Buradan Rabitə Bankın kollektivinə başda Rəşidə xanım və Aygün xanıma salamlar buradan. Çox sağ olun, bizə dəstəkləyirsiniz. Deməli, buranın ünvanı, bura necə çatmaq olar? Hamı bilir ki, Patamdar yolu haradır. Patamdar yoluna gedəndə müxtəlif restoranlardan keçirik. Biz video çəkdiyimiz Qızıl Balıq restoranını keçirik. Sonra orada Caspian Hospital var, onu keçirsən. Düz gəlirsən, svetofor olacaq, onu da keçirsən. Düz gəlirsən, ta sağında Mandarin uşaq bağçasını görəcəksən. O Mandarin uşaq bağçasından sonra sağa döndükdə siz görəcəksiniz ki, burada zabor var və zeytun ağacları. Bilin ki, bura Olive Garden'dır. Waze-də də var. Waze-də də var. Waze-də yazırsan Olive Garden. Əvvəla dəvət üçün bütün uşaqlara çox sağ olma deyirəm. Burada olmayan Dreaming Team-in üzvləri var ki, onlara da çox salam göndərəm. Yeriniz məlum. Hər şey əla idi. Restoran haqqında desəysə, bütün yeməklər super əla. Yəni, belə deyil, 10 balıq şkaladır sizə. Onun da verərdim bütün yeməklərə. Amma əlbəttə gələrəm. Yəni ki, bu kimi dostlarla, qardaşlarla tanışmağa dəyər. Mən yəni ki, normalda heç birini tanımırdım. Yəni, bizim belə deyək, dostumun dostu, mənim də dostumdur misalı ilə. Dreaming Team bizim dostumuzdur. Dreaming Team-in dostları da bizim dostlarımızdır. Timsalı ilə. Yəni, bir yerə yığışmışıq. Yəni, inşallah həmişəki yığışaq, yeyək, gürək, deyək, içək. Sonuncu qədəyə deyirik, yəni normalda həmişə çəkib, belə deyək də, operatordan çox şey asılıdır. Operatorun çəkdiyi rakurslar, gördüyü rakursları biz görmürük. Onun sağını içmək istəyirəm və bunu bura yavaşcana toxundurmaq istəyirəm. $6000 qiyməti var, operatorda. Çox incə. Deyələ sağ olun. Təşəkkür edirəm. Dostlar, sağ olun, var olun, sağ olun ki izləyirsiniz bizi. Həmişə yeyib içməkdə. Nadir buradaymış. Nadir piyan durur yəni. Yoxsa səsi çıxır.